Salam əzizləyicilər, əziz qardaşlar, hər kəs salamlayıram, hər kəs xoş gördük. 12 avqust 2020 Sabirabad bazarı açıldı. Həftənin 2 günü olacaq, 3-cü və 6-cı günlər. Axşam saat 19:00-da gəlin erkən sizlərin hamınızı gözləyirik. Yaxın rayonlar, ümumiyyətcə bütün rayonlar gəlib alışın, satışın edirlər. Maşallah olsun, bazara da girdim, baxdım, həqiqətən super remont olunub. Yəni, necə lazım? Qardaş, çək. Deməli, gördüyünüz kimi, burada dezinfeksiya, belə deyək, bütün maşınlar gəlir. Sudur, yəni dərmanlı sudur, dezinfeksiya olunur və buradan keçir. Bu da bazarımızın girişidir. Biraz ətraflı çəkim sizlər üçün göstərim, heyvanları da çəkəcəm, qiymətlərin sizlər üçün deyəcəm Allahın izni ilə. Deməli, əzizləyicilər, bazarın girişidir. 3 dənə seksiyadır hal-hazırda. Biri sağdadır, iri buynuzlu heyvanların satışı. Biri soldadır, yəni ortada iri buynuzlu heyvanların satışı və solda, tam solda birinci olan isə kiçik buynuzlu, yəni qoyunların satışı nəzərdə tutulur. Həqiqətən də super, həqiqətən, yəni yolları zadı, gördüyünüz kimi hamısı trastı, plastı, yəni bütün hər yer qırranır. Maşallah olsun, çoxdandır gözləyirdik. Axır ki bizim Sabirabadın mal bazarı, heyvan bazarı açıldı. Bura isə birinci seksiya, belə deyək, xırda buynuzlu heyvanların satışıdır. Burada nəzərdə tutulur. Gördüyünüz kimi uca qoyunlar da gəldi artıq satışa. Sağlı, sollu. Düzdür, bir çox bazarlarda olmuşam mən. Beyləqan bazarı, İmişli bazarı, Ağcabədi bazarı. Orada da keyfiyyətlidir. Amma bizim bazar tam gözəl, həqiqətən. Digər bazarlarda yaxşıdır. Gördüyünüz kimi burada da yəni əhali, satıcılar gətirəcək. Qoyunlarım burada satacaq Allahın izni ilə. Buyurub baxa bilərsiniz.